Ne oldu aramızda? Yani hiç ne olmuyor. Allah hakkı için olmuyor aramızda. Ancak yazışmışık. Elif elə değmeyip mənə. Ağzımı açtırma, əli dəyməyib. Ya ne var ağzını inemeyiz. Elif mən hamiləyəm. Mən səndən hamiləyəm. Yalana Nəliyə dedim ki, uşaq ondandır. Yoxsa bizi ikimiz də öldürəcəkdi burada. Senden hamileyim nedir? Necəyəm məndən hamiləsən? Mən ata olacağım. Məsələn sənsən. Mən sənin haqqında ciddi fikirləşirəm. Amma mənim sevdiyim var, güya bilmirsən kimdir? Mənim yaxın dostum Əlidir. Əli də evlidir, yoldaşı təzə hamilədir. Nərgiz hamilədir. Nərgiz hamilədir. Eşdirəm Sərkan. Əli, o uşaq kimdəndir? Necə yəni uşaq kimdəndir? Nə ağzıva gələn narsan sən? Bilmirəm Əli. Mən evdə olmayanda kameradan görmüşəm ki, bizə gəlib gedir. Əli sən Allah getir belə. Əli nə düşsən? Ay niyə öldürdün onu? Ay özür dilerim, Damış falan niyə öldürdün onu? Damış! Ona üstüne gel! Ay niyə öldürdün? Ölecek, daha neylemeliydim? Niyə öldürdün? Necə neylemeliydi? Öldürmeliydin onu. Neylemeliydim ben? Öldürmeliydim, Çağrı öldürmeydi onu. Çağrı öldürmeydi. Namusumu təmizlədim. Ha, temizlen, öldün temizledi ha. Öldürdün her şey düzeldi, her şey kadasındadır. Namusumu təmizlədim. Ay dayı değil namusunu temizledi. Aa, elime bağlı, sındırın eli kan senin dendin yok oldu. Elini kanı buladın. Bak özüne gel. Danışdama da, indi susmusan. Mən indiyə qədər indən belə Hə, kişi sən- kimi yaşaya bilmirəm. kişilik. O ümumiyyətlə Ben yaşamayacaq. kişiliydim, o adam öldürmek kişiliydi. Ben nə deyim? Ha, ben nize ne diyorum, öldürmüşsün, öldü ya bu öldü, haberim var. O yaxşı oldu. Ha sen uşağın var, uşağın necə olacaq bəstənin? O uşaq biləcək ki, atası içəridə olsa da kişi adamdır. Başa düşdün? Bir tane uşağına böyle alsan, gibi içeride yatırsan, uşağın necə böyüsün, atasız mı böyüsün uşağın? Ama uşağın necə böyüsün atası? Sen niye uşağına atası həyat verirsən ama? Sen bilsən atasız uşağına necə böyür, atasız uşağların həyatı necə olur? Ay bu ne? O çox sakit yanmırsan, sən çox sakit yanmırsan, belə sakit. Ha neyim? Ay billah. O dediyimi demə neynəməliyim Rəşad? Neynəməliyim? Əli geri çıx get. Əli geri çıx. Ay geri çıx get. Ben özümü öldürmüşüm onu. Ha get buradan özün. Aa ben öldürmüşüm. Aa mənə bax, ha gözümün üstünə bax. Sən istənəmirsən, ha çıxıb gelsən. Sən bugün bura gəlməmisən. Mən gəlmişəm, mən öldürmüşəm, polis özümü çağıracaq. Sağ ol Əlbaş. Ama telefonu koy, Sağ ol. geri çıx get Əli. Əli geri çıx get, mən özümü öldürmüşəm onu. Sağ ol Əli, aşağı yığıram düzük ki. Alan telefonu koy. Alan geri git görüm. Ha mən öldürmüşəm. Nə sakin. Əli biz qardaşıq. Ha Əli mən bu günahı mən götürdüm üstümə. Ha sen gel, sen niye gel? Oğlum sen niye geliyorsun? Gel içeri yatmalısın uşağın başlarını. Sənin bir də əlim qalxsa mən tərəfə. Ama Əli danışır da ya geri çıx get. Əli get. Əli mən özüm öldürmüşəm. Mən hər şeyi. Ay nə yaşadım, nə yaşadım? Rəşad, əsəblərimi oynama. Ha niye necəsən? Mənə də öldürəcəksən, mənə də bıçaqlayacaqsan. Hə, sənə də bıçaqlayacağam. Mənə də bıçaqlayacaqsan. Hə. Arsız danışır. Əli çıx, çıx Geri deyirəm. çıx get. Əli çıx, çıx deyirəm. Sındır. Əli çıx, çıx. Ay geri çıx getdin. Bugün bura gəlməmsən sən. Eşitdin? Sən bugün bura gəlməmsən. Qoy bunu cüvə. Davay. Davay. Mən bugün tək gəlmişəm bura. Mən özüm öldürmüşəm. Polisi də elə deyəcəm. Davay. Gel. Ay bilad, ay bilad.
səni? Sən nənəm, nə olub? Hafizə kəsmişsən, nə olub? Sən nə elə bu nə qandı belə? Ay baba cavab ver də, nə olub? Bu nə qandı belə? Əli, düşündüyüm eləməm sənə. Kamalın qaldı. Kamalın qaldı. Nə? Necə yəni, niyə Kemalın qanıdır? Əli, biz belə danışmamışdıq axı. Əli, Necə danışmışdıq? Əli uşağımıza yazığın gələcəyi dağı, niyə belə eləyirsən? Necə danışmışdıq? Əli uşağımıza yazığın. Necə danışmışdıq? Danışmışdıq ki, mən evdə olmayanda çıxıb gedəcəksən Kamal gilə, hə? Hər şey deyib. Nə daşıyırsan? Elə bir şey yoxdur. Mən gedib eləməmişəm, ayağım dəyməyib onlara. Allah'ın olsun, mən getməmişəm onlara, başa düş. Yalan deyirlər sənə. İnanma onlara, nə olar? İnanma deyirəm. Ay, kamera görüntüləri var. Əli, Allah'ın olsun, getməmişəm mən onlara deyirəm. Niyə inanmırsan mənə? Mən getməmişəm onlara. Yalan deyirlər sənə, şər atırlar, böhtan atırlar. Əli, mən evlərinin yolunu belə tanımıram onları. Ay, Əli, getməmişəm onlara, qulaq as mənə, heç inanma onlara. Evrolla ki, puluna bir təklifləmsən. Ondan Nərgiz kimdir onu anladım. Başa desin, siz kafesine gözləmə baxın. Sən bir atası böyle atası uşağına həyat necə olur? O uşaq kimdəndir? Sən niyə uşağına atası həyat verirsən? Qulaq as da mənə, getməmişəm deyirəm, mən onlara. Mən evdə olmayanda kameradan görmüşəm ki, Nə istəyirsən? Nə istəyirsən məndən? Gözümə bax! Dur cəhənnəm ol evin açarlarını gətir. Səndə olan açarları gətir bura. Neynirsən, açarları neynəmək istəyirsən? Kim var, gedəsi yerim var. Dur sən öz açarlarını gətir bura. Dur da dur, mən evdə olmayanda gedirsən harasa. Dur! Mən evdə olmayanda edirsən. Qonşulara mənim səsimi eşitdirmə. Dur, cəhənnəm o açarı gətir, səni evdə qoyub gedəcəm. Dur. Əli, neynirsən açarları götürüb, neynəmək istəyirsən belə eləməklə? Canıva zor eləmək istəyirəm. Necə neynəmək? Açarı ver. Əli, açarı götürdün, getdin. Bəs mən evdə tək qalacağam. Axı fikirləşmirsən, yanğın çıxsa, nəsə bir şey olsa, mən evdə tək qalıb. Ev yoxda yanğın çıxsa yanarsan da, onsuz da cəhənnəmdə yanası adamsan, biraz tez yanarsan. Tez elə. Əli, Gedəsi yerin var sənin? Hə? Harasa gedəsən? Açarı ver bura. Canı alacam onsuz da gəlib. alo. 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 Könül, mənəm Nərgiz. Sən nə üstsən? Mənim qardaşımın telefonunda belə vaxt elə zəng eləyə bilirsən sən? Könül, yalvarıram, mən bilməliyəm necədir. Mən Kemalın vəziyyətini bilməliyəm. Necədir, heç olmasa onun səsini eşidə bilmirəm. Bir xəbər dinlə mənə. Necə yəni sən ki bilmirsən ki sənin ərin mənim qardaşıma nə edib, hə? Ya xəbərin yoxdur? Siz ikinizi də məhv eləyəcəm. Səni də, əlini də məhv eləyəcəm mənim qardaşıma nəsə olsa. Eşidirsən sən? Bilirəm. Gəldi evə danışdı, gördüm hər şeyi, xəbərdaram. Amma vallahi mən də belə olmağını istəmirdim. Əlinin özü belə məni ölümlə hədələyir, başa düşürsən sən? Axmaq, nə danışırsan? Nə ölümlə hədələyir? Nə danışırsan sən? Yığma bir də bu telefona. Könül, yalvarıram. Nə olar, heç olmasa hansı xəstəxanadadır onu dinən. Gəlib son dəfə görüm, nə olar? Nədir? Ailəvi dağdan adam sənə bu qədər maraqlıdır? Gəlib görmək istəyirsən? Narahat olma, yaşayır. Bəlkə də son nəfəsləridir. Xəstəxanada yatır.
Kəpəz hospitaldadır. Gəl fəxr elə, gördüyün işlə fəxr elə. Gəl bax. Allah'ım sen özün kömək ol. Çox hamsizsiz. Bəli, mənəm. Nəyisiz xəstəm, bacısı? Bəli, qardaşımdır. Begim şəsiniz ki. Şəxsiyyət vəsiqəmi götürməmişəm. Mayqovu göstərsəm sizə. Ver, ver. Bircə dəqiqə. Bəli. Nə problemi var idi qardaşınızın? Heç bir problemi yox idi. Nə vaxt danışmışsınız axırıncı dəfə? Elə bugün günorta saatlarında. Nə danışmışsınız? Heç nə zəng eləmişdim. Necə sən, neyinirsən? Belə. Baxın. Mən Cinayət Axtarış Şöbəsinin əməkdaşı Kapitan Bayramovam. Və qardaşınızı bıçaqlayanın həbs olunması üçün istintaqın gedişatında sizin suallara verəcəyiniz cavablar çox kömək eləyəcək bizə. Ona görə suala fikirləşərək və düzgün cavab verin, məni yormayın. Yaxşı? Yaxşı. Kimdən problemi var idi qardaşınızın? Mən bilmirəm, amma mənə heç bir problemini danışmayıb heç vaxt. Özünü bıçaqlayıb, gəlib uzanıb burada. Əli Hüseynovu tanıyırsan? Bəli, tanıyırım. Kimdir Əli Hüseynov? Kemal'ın bizim yaxın dostumuz idi. Nə problemi var onun qardaşınızla? Onların arasında problem olmuyor. Narahat olmayın. Bu işi mən aparıram və cinayətkarı da tapacağım. Bundan əmin ola bilərsiniz. Çox sağ olun. Gönül, sən utanmırsan, hə? Nə üçün bura gəlmirsən, hə? Aləmi qatmısan bir-birini, indi bura gəlmirsən, hə? Gönül, xahiş edirəm, qulaq as mənə. Nəyvə qulaq asın sən, hansı sözlə qulaq asın? Budur da, elədiyin iş budur da. Nəyvə qulaq asın? Bax, sən özün də yaxşı bilirsən axı ki, hər şey necə olub. Mən istəyərdim səncə belə olsun. Mən Kemalı belə görə biləcək, istəyəcək ən axırıncı adamım. Sən özün bilirsən onu necə sevmişəm. Nərgiz, biz mənim səninlə belə danışmışdıq, hə? Necə danışmışdın? Biz səninlə danışmamışdıq ki, sən əldən ayrılacaqdın. Kemal sənə qalacaqdı, Əli də mənə. Sən elədin. Sən getdin Əlidən hamilə qaldın. Azmış kimi ərin qardaşını bıçaqlayıb, indi ölüm ayağındadır. Bunu demişdim sənə mənə. Demişdim belə elə. Qulaq as. Nəyivə qulaq as? Nəyivə qulaq as? Qulaq as, nə olar? Hər şey tamamilə fərqlidir. Mən Əlidən hamilə deyiləm. Mən Əlidən hamilə deyiləm. Mən Kemaldan hamiləyəm. Mən Kemalın uşağını daşıyıram. Başa düşürsən? Mən sadəcə məcbur qalıb elə dedim. Sən indi də mənə yalan danışırsan, hə? Bəssə də yalan danışacaqlar, ən axırıncı adam mənəm. Sakitləş bir dənə. Səni iyrənirəm, eşidirsən? Səndən də, sənin sevgindən də, yaşatdıqlarından da başa düşürsən? İyrənirəm səni. Qulaq, mən sənə deyirəm ki, mən çarəsiz qaldım. Əli həmin anda məni öldürəcək idi, Kemalı mənə qatacaq idi. Əgər mənim qardaşıma nəsə olsa, Allah səni də, eləməsin. əlini də məhv eləyərəm, eşidirsən? Allah eləməsin. Məhv eləyərəm Heç sizi. nə olmayacaq. Bax, mən çoxlu dua edirəm, heç nə olmayacaq. Nə o tək qoyub getməyəcək, nə mənim, nə də uşağımızı. Nə olar, axırıncı dəfə yerini dinən, o hardadır, gedim görüm onu, xahiş eləyirəm. Nə olar, bax, mən onun uşağını daşıyıram, heç olmasa axırıncı dəfə görə bilim, nə olar. İkinci mərtəbədə 106-cı otaqda. Get əsərvi gör, çox belə, get bax. Bağışla məni Gönül. Əli, sən hardasan? Heç nə olmayıb, nə olmalıdır ki bundan artıq? Nə olsun bundan artıq, Əli? Sən hardasan deyirəm, tez elə gəl, səndən görüşməliyəm mən. Tez elə. Kemal, mən buradayam. Eşidirsən məni? Nə olur, ayım. Mən səni belə vəziyyətdə görmək istəmirdim.
Ben bilirdim ki bizim başımıza böyle çok işler geleceğim ama bu derecesini təsəvvür eləmirdim. Bizim sənə çox ihtiyacımız var. Bizim belə gələcəkdə görəcək günlərimiz var. Ne olar ayı, işitirsən məni. Ben bilirəm sən ay olacaqsan. Ayıl her şeyde polise koy, elini tutsunlar. Cehennem olsun hayatımızdan. Sana ne ihtiyacım var ki? Ne olur Ayıl. Ayıl devam eleye bu güzel hayatımızı yaşayak. Kemal uşağımızın xatirinə Ayıl ne olur. Sen ata olacaksan, sen bilsen necə güzel ata olacaksan Kemal. Kemal yarımçıq koyma bizi ne olur. Ne olur Ayıl. Allah'ım ne olur kömək ol. Sənin başın xarabdır, hə? Neynəmsən sən? Bura hərəkət edirsən. Başın qaçıb sənin. Neynəmişəm ki? Ki bilmirsən neynəmsən? Mənim qardaşımı bıçaqlamısan da. Səndən başqa kim eləyəcək onu? Sən eləmisən də. Niyə susub üzümə baxırsan? Niyə eləmişəm səncə? Mən bilirəm, sən niyə eləmisən. Amma mən nə bilim ki, sən mənim sözümə görə gedib onu bıçaqlayacaqsan. Mən ona görə dedim o sözü. Nə sözü yadındadır? Arvadım sizə gəlir gedir. Hə? Sən evdə olmayanda arvadım sizə gəlir gedir. Buna görə nə etməliydim Kamalı? Bilmirdin gəysə olacaq, hə? Əlim. Əli zad yoxdur. Çox gecdir. Bu söhbətin üstü axır əvvəl açılacaq. Mən səndən bir dənə axırıncı xahişim var Könül. O kamera görüntüsünü verərsən mənə, heç olmasa işim biraz yüngül olsun. Əli, bizdə kamera yoxdur. Necə kamera yoxdur? Kamera yoxdur da yalan dedim. Nə yalan dedin? Ona görə dedim ki, sən arvadından ayrılasan, məndən bir yerdə olasan. Mən nə bilim, sən mənim qardaşımı bıçaqlayacaqsan. Ya senin başın xarabdır, bilinmir adam yaşayacaq, yaşamayacaq. Nə danışsan sən? Əli, mən bilmirdim belə olacaq. Heç olmalıydı ki. Əli, bilmirdim ki, sən belə şey eləyəsən. Mən elə bilirdim ki, hər şey çox sadə olacaq. Biz bir yerdə olacaq. Mən bilmirdim sən. Necə? Qardaşımı öldürəcəm. Arvadım da boşanacaq. Sonra gəlib səndən bir yerdə xoşbəxt yaşayacaq. Başın xarabdır sənin. Bilmirəm adam öləcək, qalacaq səni. Bir dənə gic, bir dənə tupoy qısqanclığına görə mən qatil oldum az qala. Əli, bağışla mən bilmirdim belə olacaq. Nəyə bağışlayayım? Bağışla mən, Əli, Necə xahiş bağışlayayım? edirəm. Əli, mən Necə bilmirdim. bağışlayayım? Deyirəm bağışlayayım. Əli, bilmirdim belə olacaq. Xahiş edirəm. Mən bilsəm belə şey eləyərəm. Qardaşım ölüm ayağındadır. Mən bilsəm belə şey eləyərəm. Necə arsız adamsan sən. Əli, nə olur məndən Necə şəxsiyyətsiz adammışsan Əli, sən. nə olur belə danışma məndən. Xahiş edirəm. Xahiş edirəm belə danışma. Mən bilmirdim belə. Ha necə danışım səndən? Görməyə gözüm yoxdur sənin. Başa düşürsən? Səni görməyə gözüm yoxdur. Çıx bu maşından, xahiş edirəm. Yox, Əli, xahiş edirəm. Düş Yox. maşından. Əli, xahiş edirəm. Yox. Könül, düş maşından. Düş. Bir də gözüm səni heç yerdə görməsin Könül. Yaxşı? Düş maşından! Yaxşı. Davay hazırlaş geri. Hara? Dur. Nəyə gedirik? Hara gedirik? Geri yoxlatdıraq görək qarnındakı məndən də yoxsa yox. Əli, təbii ki səndən. Necə yəni sən mənə inanmırsan? Yox, inanıram ya, amma dur gedib bir dənə də yoxlatdıraq. Əli, yaxşı da, belə eləməyin nə mənası var axı? Necə eləməyin? Nə edirəm ki? Mən sənə demişəm axı hər şeyi. Niyə şübhələnsən məndən? Bir də şübhələnmirəm, o uşaq məndən deyil. Səndəndir. Sonra gedirik bir dənə də yoxlatdıram özüm üçün, əmin olmaq istəyirəm. Nə olacaq? Bəs onu yoxlatdırdın sonra? Nə olmalı ki, görəcəm məndən bir soru. Birdən məndən olmuyor. Nəsə şübhəm var? Hə? Yox, qorxacağım bir şey var. Niyə dirəşmirsən bəs? Niyə dirəşmirsən? Sən bilirsən ora getmək nə deməkdir? Nə deməkdir ki? Hə? Sən bilirsən ərin oğlu başqası ilə danışmaq nə deməkdir? Hə? Namus qalıb, qeyrət qalıb, indi durub onu fikirləşəcəm. Hə? 10 dəqiqə vaxtım var. 10 dəqiqə vaxtım var, dur geyin, 5 dəqiqə. Dur.
Həkim çox gec deyə bir həftə. Bunu nətər Əli? deyə 1-2 günə həll Ay Əli. edək. Ola düz keçirsən yanından. Salam zad vermirsən. Bunu nətər edib tezləşdirmək olar? Nə? Nə oldu bəs? Allah heç sən getdin. Zəng etdim skor ekibə burada birim bıçaqlayıblar. Tez gəlin çatın bura. Çatdırın özünüzə. Rəşad verdin mənə rasxoda ver. Xəstəsən, sən rasxoda verim. Ha? Özüm adam balası kimi yığırdım da polisə. Ay niyə yalla səni də vəziyyətdən çıxartdım, özümü də vəziyyətdən çıxartdım. Yox, bir dənə adam kimi polisə yığırdım ki, mən adam vurmuşam. Hə. Neynə? Vurum nə deyib, sən polisə zəng edin, nə Sən neynədin ki? Oturacaqdım, türmədə yatacaqdım. Yox, sən neynədin ki, dedin adam vurublar. Hə, dedim adam vururlar. Kim vurub? Sənə dedim, Adam mən kimdir? öz boynumu götürəcəm ha. Yox, hə. Sən getdin, prosta baxdım, yola yerdə yatıb. Aha. Dedim, valla bu cındıra görə mən niyə öz həyatımı sürürdüm, valla gedib türmədə qalım. Hə. Yığdım polisə ki, adam Fikrimi vurub. dəyişdim. Hə, yox, birinci skor zəng elədim ki, bəs belə-belədir. Dostumu bıçaqlayıblar. Gəlim. Hə. Sonra polis gəldi. Sən necə bəs hadisə yerində peyda Hə, oldun? dala dayan, dala polisə dedim ki, bəs şeydir, mən dostum mənə zəng eləmişdi. Mən dostumla görüşəcəkdim. Hə. Gəldim, gördüm bəs yerdə bıçaqlayıblar, yatır yerdə. Hə. Heç nə də. Всё. Hə, vəsə. Hə. Bəs o dostumun sənə zəng elədiyi telefonu tapıb səni soxmayacaqlar. Allah niyə yola Kamalın telefonunu yandırmışam axı? Necə yandırmışam ki onu? Hə, Kamalın telefonunu yandırdım ki, iz içsin də. Necə yandırdım Hə, dala od vurdum, yandırdım. Yandırmaq necə olur? Hə, polisin Hə. ağlı yoxdur, ağlı kəsmir ki, o operatorundan zəng edib soruşmaq Aa, olar. narahat olma da. Deyirəm hər şey fikirləşmişəm mən. Hə, nəyə fikirləşirsən? Burada deyir, hər şey plan qurmuşam, всё. Rəşad, Hə. özüm adam kimi gəlib yatacaqdım. Hə, gedib yatıb nə edəcəydin? Allah uşaq atasız qoyacaydın onu sən. Sən nə edin ki? İndi ikimiz əllə ayaqlı gedəcəyik. Niyə yola? Hə? Sənin vəziyyətdən çıxartmışam, sən onsuz da Nə yoxsan. çıxartmısan, Mən özümü yəni? də vəziyyətdən Nə çıxartdım. vəziyyətindən çıxartırsan məni? Hə? Getməyəcəksən də, yatmayacaqsan türmədə. Ha, Yaxşılıqdır bu. pis Kamal deyil. gözünü açana qədər elə. Ay niyə yola narahat olma da Kamal gözünü açsa. Kamal gözünü açacaq. Hə. Deyəcək ki, bu mənim bu... Ay yo. Hə, nə? Allah belə Deyəcək desə ki, belə, mən Allah əli belə vurub desə belə, yanındakı- mən yanındakı planımı da- qurmuşam, hər şey Nə plan fikirləşmişəm. qurmusan? Ay neysə, nə biçim? Nə plan qurmusan? Ay da? nə edirsən? Kamal Nə gözünü açıb desə ki, məni əli vurub yanında da Rəşid olur. Ay narahat olma da, deyirəm hər şey üçün burdadır bax. Hə, ordadır. Qurmuşam, hə, Hə? hə. Orada nə var ki, səndə orada ömür boyu işin olur. Nə plan qurmusan, denə. Orada yəni mən bu ilə səni oradan vəziyyətdən çıxartdım ya. Ha, gəlib qoyun kimi ortada fırlanırsan Rəşad. Kamal gözünü açıb desə ki, əli vurub məni. Nə plan qurmusan? Denəndə mənim özüm o plan Ulan bəlkə də maraqlıdır. ölüb, hardan bilirsən? Hə? Bəlkə də ölüb. Yoxsa Ona görə belə rahatsan. Aa, nə bilim, skor gələndə nəfəs alırdı. Biraz dedim bəlkə vəziyyəti ağırdı. Biraz dedim bəlkə Necə- yolda gedəndə keçinib eləyər. Adam vurmuşuq Rəşad, adam vurmuş. Allah dedim narahat olma da, hər şeyi həlləmişəm, fikirləşmişəm hər şeyi. Ay Rəşad, Qaqan hər denəndə şeyi denə. fikirləşib. Bilirsən niyə demirsən? Ay- Bilirsən niyə Hə. demirsən? Pox da yoxmuş lazım. Allah niyə? Sən niyə demirəm? Batmışıq Rəşad. Deyir, sən niyə demirəm? Ha, sən nəysə Özüm biləndə, adam kimi- sən nəysə biləndə zibil çıxarırsan. Və Kamalı bildim, getdim bıçaqladım. Bunu da bilsən ki, nəsə eləyərsən də sən də. Səni tanımıram da. Özüm hər şey fikirləşmişəm, həll eləyəcəm. Rəşad, Səni vəziyyətdən çıxartdım, çıxartmadım. Rəşad. Çıxartdım, çıxartmadım onu dinə. Ay Rəşad, adam kimi gəlib özüm yatacaqdım içəridə. Allah nə yatıcıydın? Nə yatıcıydın danışırsan Allah. Bax indi sən də oturmusan burada, mən də oturmuşam burada. Fiyolar bundan sonra Kamal həyatımız gözünü budur. açana qədər oturmuşuq. Aa, narahat olma da, deyirəm fikirləşmişəm hər şeyi. Yox, narahat zad deyirəm. Ay əsmə tut deyə bunu. Ya nə oldu sənə? Narahat zad deyirəm Rəşad, narahat zad Al deyirəm. deyirəm hər şeyi həll fikirləşmişəm də Allah. Bildim, hə, zor fikirləşmisən. Ya vəziyyətdən çıxartmışam, sənin yaxşılığın Sağ ol, budur. sağ ol, heç vaxt unutmayacağam bu yaxşılığı. Ay sağ ol, unutma ya. Hə, unutmayacağam. Əli, unutsan ha, unutsan. Onu da fikirləşmişəm. Yəni bıçaq həmin bıçaqla səni mən bıçaqlayacağam. O səndə üz var, gülürsən, adam vurmuşuq, adam vurmuşuq. Al deyirəm narahat olma, Allah özbə gəl la bula. Götür salfetdən özünü sil. Dəli olub Allah. Deyirəm narahat olma. Mən hər şey fikirləşmişəm. Qulaq as, hər şey fikirləşmişəm, всё. Neyse. Yəni səni çay deyim. Bir dənə stakan verəriz sizə bura. Sağ ol. Sağ ol. Onlar Mənim balam. Kapitan Bayramov. Vətəndaş Hüseynov Əli.
Olar keçmək içəri. Səndə bu ayaqqabı. Mənim də. Siz yoldaşısınız siz? Yoldaşım nə o? Vətəndaş Əli Hüseynov. Vətəndaş. Yanda vaxtı. Əli Hüseyn. Qoy onu kənara. Qoy sigareti kənara. Əli 2 gün bundan qabaq bıçaqlanma olub. Hadisə. Xəbərin var? Xəbərim var. Xəbərin var ya eşitmisən? Eyni şey eləmir. Eyni şey eləmir. Eşitmisən xəbərin var? Xəbərim var. Xəbərin var. Necə xəbərin var? Yaxşı xəbərin var, yoxsa zəif xəbərin var? Zəif xəbərim. Zəif xəbərin var. Hardaydın hadisə günü Əli? Məndən şübhələnirsən? Hadisə günü hardaydın Əli? Kafedə. Kafedəydin. Hə. Sən nə vaxt bilsən açan olub hadisə? Necə? Deyiblər də nə vaxt? Kim deyib sənə? Dostum deyib, Rəşad. Hansı kafedəydin Əli? 28-də. Adı? Metropolitan. Kimlə idin kafedə? Ayda üstə yığırım. Nə? Düz üstə. Kimlə idin kafedə? Dostumla da dedim Seymurla. Seymur. Seymur da eşidir bu hadisəni. Bir yerdəydik zəng gələndə. Əli bu Kamal Hə, Kamal, buyurun. Kamal neçə gündür xəstəxanadadır. Nə gedib baş çəkirsən, nə zəng vurub maraqlanırsan. Bu göstərdiyin panyatkadır, yoxsa özünü gizlətmədir Əli? Aramız dəymişdi sonra. Nəyin üstündə aramız deyib? Nə mənası var? Sözümüz çəp gəlir. Mənası çoxdur. Nəyin üstündə çəp gəlib sözünüz? Pul söhbəti. Açan olub bu söhbət. Bir aya yaxındır. Niyə getmirsən Kamalın yanına? Getmək istəmirəm də, zorla. Əli, bax. Sən eləmsən bu hadisəni. Yox. Gəl kişi kimi boynu al. Sənsən burada, mənlə başqa heç kim yoxdur. Nə özünü əziyyətə sal, nə də mənə əziyyət ver. Hı? Yox. Yox. Ağzını açıb danışacaq da çətin deyil ki, gözləmək. Yox, bıçaq yarasıb da bir dənə. İndi birdən Kamal ayıldı. Ayılanda sənin adımı verdi. Mən heç yerə qaçmıram. Mənim qapım da budur, evim də budur. Aylar adımı verər, danışarıq. Cavab ver ona. Hörmətsiz eləmə mənə. Cavab ver! Cavab ver görüm sən məndən nəyə gizlədirsən vəbşə. Cavab ver görüm. Cavab ver. Əli cavab ver də bu telefona. Ayıldı Kamal. Ben bu dünyada adalet görmedim ki görmedim. Dözdüm üzülmez saadet görmedim ki görmedim. Ben bu dünyada adalet görmedim ki görmedim. Dözdüm üzülmez saadet görmedim ki görmedim. Hər gün daha çox tarıma çəkilir həyat bağlarım. Çətinə düşməmiş görünmür heç kimin üçüzü və daha çox dəyərə minir keçmiş çağlarım. Tanıyıram insanların iki yüzü var, dövranınsa var üç yüzü. Çoxdan qar götürüb üstünü güvənilən dağların. Görən hər kəs yumub gözün.